Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar, dəyərli izləyicilər. Bura Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionudur və bugün Misli Premyer Liqasında 16-cı turun son maçı bax bu arenada keçirilir. Sumqayıt və Sabah kollektivləri münasibətləri aydınlıq gətirəcəklər. Qarşıda bizi olduqca maraqlı bir 90 dəqiqə gözləyir. Turnir cədvəlinə gəlincə Qarabağ Qəbələ üzərindəki qələbədən sonra hazırda turnir cədvəlinin lideridir. Sabah bugün əgər Sumqayıt səfərində qalib gələrsə yenidən zirvəyə yüksələcək və qış çempionu kimi fasiləyə yollanacaq. Zirə hazırda ilk üçlüyü tamamlayır. Sumqayıt komandası isə bugün qalib gələcəyi təqdirdə zirəni turnir cədvəlində qabaqlayıb ilk 3 yerdəki yerini möhkəmləndirəcək. Yəni üçlükdə artıq belə deyək, şəriki olmadan ilk 3 yerdən birini tutacaq fasiləyə gedərkən. Görək Sumqayıt komandası Sabahla görək evdəki maçda hansı nəticəni qazanacaq. Sumqayıt onun doğum günündə Mehdi Hüseynzadə adını daşıyan bax bu stadionda ilin sonuncu maçına çıxır artıq. Timotej Puxaç zərbə indirir və yerindədir Xəyal Fərzullayev. Bir qədər oyaq, ayıq olmağa vadar edəcək. Hakim Zedatka baxır ətrafa, ötürmə qapı qarşısına. Bir boşa zərbə. Top qapının üstündən keçir. Veljko Simić çərçivəyə düşə bilmədi. Hakim Zedatkadan əla ötürmə. Sadəcə Simić qeyri dəqiqə oynayır bu epizodda. Orada qayda pozulmayıb. Qalx dedi Tural Qurbanov. Timotej Puxaç ara ötürməsi qapı qarşısına. Zərbə üçün imkan aşırma zərbə və top qapıda. Hesab açılır Veljko Simić. Veljko Simić aşırma zərbə ilə topu Sumqayıtın qapısından keçirir. Maçda 26-cı dəqiqə. Timotej Puxaçın ötürməsindən sonra baxaq. Orada oyundan kənar vəziyyət var idi mı? Məncə yox idi görünən. Bəlkə də var idi, amma mübahisə etmək olar. Sumqayıt futbolçuları hamısı dayandı oyundan kənar vəziyyət səbəbilə, amma belə deyil, sona qədər oynayır. Veljko Simić və topu qapıdan keçirir. Puxaçın ötürməsi də öz yerində. Öncə Takverdinin mövqi səhvi. Fərzullayevin başı üzərindən topu aşırır. Veljko Simić. Sabah futbolçuları daxil edilər. Puxaçdan ötürmə qapı qarşısına. Yaxşı imkan idi, amma topa toxuna bilmədi orada Steve Solvay. Aleksandr Malingom. Əla hücum qurulur Sumqayıt komandasından Masaki Murata. Sürətli ək hücum izləyir hazırda. Meydan sahiblərinin hücum cəhdi ötürmə qapı qarşısına alınmalı. Qüvvətli zərbə. Top qapının yanından keçir Simon Ensana. Topu qapının yanından vurur. Baxımlı hücum alınmışdı. Masaki Muratı sanki ötürmə etməyə bir qədər tələsdi orada. Və ilk hissəni başa çatdırır Tural Qurbanov. Azərbaycan çempionatına ilk yarının son görüşü, ilin son oyunu və son hissəsi başlayır Sumqayıtda. Paris. Ötürmə bir qədər geriyə Marali Rahman Aliyev qüvvətli zərbə indirir, top dirəyin yanından keçir. Rahman Aliyevin zərbəsindən sonra toxunuş var və küncdən zərbə olacaq. Yenidən Xəyal. Mərkəzdə oynayır. Yaxşı hücum alır indi Sumqayıt komandası qapısından ikinci qolu buraxır. Veljko Simić. Dubl edir. Əla qurulan hücum. Dəqiq zərbə Veljko Simićdən. İkinci hissənin əvvəlində fərqi artırır Sabah komandası. 50-ci dəqiqədə Veličko Kaplanoviçin komandasını məyus edir Veljko Simić. İzlirik təkrarı. Xəyaldan ötürmə, ardınca bax burada dəqiq ötürmə edir Kaim Paris və iti bucaqdan əla zərbə indirir Veljko Simić. Heç bir şans vermir qapçıya. 2-0 olur hesab. Son anda ötürməsini etdi İvan Lepinitsa. Kefel Resende qayda pozulmayıb. Kaim Paris topara keçirir. Sabahın sürətli hücumu. Ötürmə irəliyə Xəyal Əliyev. Özü irələməyə çalışır. Xəyal cərmə meydançasına ötürmə qapı qarşısına. Boşladı Maluda. Aron Maluda zərbə indirir. Son anda toxunuş Nadir Orucovdan. Xəyalın ötürməsindən sonra
Aron Maluda zərbə indirmişdi, amma top Nadir Orucova dəyir. O zərbənin qarşısını kəsir Nadir Orucov. Sabahın sol cinahdan hücumu. Aron Maluda zərbə indirir. Yenə bloklanır bu zərbə. Xəyal Fərzullayev 2 cəhdi topu uzaqlaşdırmağa çalışır. Alınmamışdı Aleksey Yankoviç. Umarali'den ötürmə qapı qarşısına. Müdafiə xətti topu çıxarır. Yeri yıxılan futbolçular var cəbhə meydançasında. Timotej Puxaç döndü. Puxaç zərbə indirir. Toxunuş və top qapının üstündən keçir. Yenə zərbə. Yenə qüvvətli zərbə və Timotej Puxaç. Heç də bilmədi. Ninkoviç. Ronaldo Vazquez. Ondan qüvvətli zərbə. Top direğin yanından keçir. Ronaldo Vazquez. Rüstəmin meydanı tərk etməsindən sonra sol winger mövqeyinə keçən Ronaldo Vazquez'in ilk cəhdi kifayət qədər yaxşı alındı. Umarali Rahman Aliyev. Sürət yığır Rahman Aliyev. Ötürməsini etdi. Müdafiədə Komut Səvindi qapı qarşısına və 3-cü top qapıdan keçir. Çox maraqlı, çox qəribə bir gol. Kahin Paris, Umarali Rahman Aliyev'in ötürməsindən sonra topu qapıdan keçirir, yoxsa burada bir avtogol mu var? İndi baxacağıq. Umarali'nin ötürməsi oyundan kənar vəziyyət yenə şübhəsi var, amma Pedro Pinto bəlkə də mövqe səhvi etdi və bəlkə Felresende orada sürüşmə fəndi ilə rəqibi dayandırmağa çalışarkən avtogol müəllifi olur. Xəyal Fərzullayev nə qədər çalışsa da bu epizodda da heç nə edə bilmədi. Ötürməyə qapı qarşısına uzaq tərəfə. Zərbə üçün imkan. Yankoviç zərbə edir. Stat Pakatilov və top qapıdan keçir. Fərq azalır. Ronaldo Vazquez. Aleksey Yankoviç'in zərbəsindən sonra Pakatilov zərbəni dəf etdi, amma qaydan topa Ronaldo Vazquez çatdırır özünü. 3-1 olur hesab. İzlini təkrarı. Bax, burada oyundan kənar vəziyyət yox idi. 3 cəhdə Pakatilovu keçmək mümkün olur. Aleksey'nin zərbəsinə əla reaksiya verdi. Qazaxstanlı qapıcı Vazquez'in ilk zərbəsinə yaxşı reaksiya verdi, amma artıq köməksiz idi. Tək idi orada. Müdafiəçi komanda yoldaşları yox idi və 3-cü cəhdə yalnız Pakatilovu keçmək mümkün oldu. Hesab 3-1 olur. Ötürməsini etdi. Vazquez ötürməsi sol cinaha, çatır Resende, ötürmə qapı qarşısına, dirəkdən qaydan top, geri qaydan topa indir, Ronaldo Vazquez zərbə indirməyə çalışır, ötürmə geriyə, hücum səngidi, ləngidi, effektivliğini itirdi. Zedatka. Əla ötürmə qapı qarşısına, Kahin Paris aldatdı rəqibini, qüvvətli zərbə Xəyal Fərzullayev. Hakim Zedatka topla sanki orada rəqs etdi. Boş zona yarattı Kahin Paris üçün. Paris necə keçdi orada Pedro Pinto'nu? Çox rahat. İkinciden zərbə Timotej Puxaç. Ötürməyə qapı qarşısına. Başla zərbə! Top direğin yanından keçir. Hücuma qoşulan Steve Solve. Çərçivəyə düşə bilmədi. Höccət də bugün inamsız təsir bağışlayır. Xəyal Əliyev zərbə indirir, amma Xəyal Fərzullayev top ələ keçirdi. Ötürmə qapı qarşısına, geri qaydan top. Hücum davam edir. Ara ötürməsi, Ronkehat qapı qarşısına, Aleksey Yankoviç. Aleksey Yankoviç. Bu vəziyyətdə topu qapıdan keçirmək üçün Solaxay, üstəlik soyad Yankoviç. Heç olmasa Yankoviç soyadına görə bu topu qapıdan keçirmək lazım idi axı. Aleksey. Bu qədər də yox məncə, bu qədər də uğursuz zərbə hər halda heç özü də gözləmirdi.
Əla hərəkətlə keçir rəqibini. Romalinqomdan qüvvətli zərbə. Pokatilov. Aleksandr Romalinqom. Rəqibini aldılaraq topu önünə atdı. Qüvvətli zərbə endirdi, amma Sabahın qapçısı topu ələ keçirir. Topu oyuna daxil edir. Ötürmə qapı qarşısına. Pokatilov birbaşa qapıya gedirdi top. Son anda topu çıxarmaq mümkün olur orada. Son anda topu qapı xəttindən çıxarmaq mümkün olur. Nikola Ninkoviçin küncdən zərbə cəhdi də əla idi. Birbaşa topu qapıya göndərmişdi. Belə ilə artıq Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda 90 dəqiqə başa çatır.